Salam dostlar, bugün biz Tovuzdayıq. Sizinlə maraqlı yerləri, maraqlı dağları bölüşəcəyik. Dostlar, biz Tovuzun Kirən kəndindəyik. Burada maraqlı dağlar, maraqlı mənzərə var. Gələcək yerlər sırasından. Bax. Gez dolan dünyanı, gez dolan mənsiz. Pişman olsan da axtarma. Bura Tovuzun Kirən kəndidir. Burada hələ də qar qalıb, burada havalar çox soyuq olur. Güneş de gördük. 4 fəslin hamısını yaşayır. Ay Allah, balçıq olacam, qoy yaşayır. Ayxan dayan görək. Ayxan əslən Tovuzludur. Mən də Naxçıvanlıyam. Amma mən özüm Tovuz istəyirəm hal-hazır. Çünki Naxçıvanda belə yerləri gəlməmiş. Bilmirəm, bəlkə Naxçıvanda belədir, amma görməmiş. Hava da qəşəngdir. Mən qalan giydirdim, amma mən istəyirəm. Hava da çox qəşəngdir. Dostlar, mənim fikrimcə yaz yay aylarında gəzmək üçün, əylənmək üçün ən yaxşı yerlərdən biri də elə məhz Tovuzdur. Yəni burada gəlib mehriban cəmaatımızla həm tanış ola bilərsiniz, həm də belə gözəl mənzərələri görə bilərsiniz. Sən nə deyirsən Hacımoğlu? Mən yıxılmamaq çaba olsun. Nə deyirsən səncə bu işlərin axırı necə olacaq? Məncə hamı bura gəlməli. Çox bəyəndim, çox gözəl. Hər bayram gələk mi? Gələk. Yox. Hoş geldiniz kardeş. Aleyküm selam. Bizim yeri obaya. Evet, dağlar qoynunda gəzinib. Vallahi bu gələn dövrünüzdə sizin cavanınız iyi için keyfi. Ana buna quraqdan fırda xəzər için yapar. Böyle qardaş. Yoksa bir yağmur var. Yine şöyle bu. Baka. Tovuzda əsridə indi. Çox maraqlıdır həqiqətən, çox maraqlı yerlər var. Hə. Benim hayatım Mustafa şekli. Ay, kesin bu. Bulağın adı nə idi? Bu bulağın adı nə idi? Bulağın adı Qızılgül bulağıdır. Çox səliqəli qəşəng yerdir. Buradan maraqlı çay gedir. Tovuzlulara eşq olsun deyirəm. Xoş gəlib, safa gətirib. Həmişə bu yerdə yazırkən xumar gözdən axan yaşı silmək olmaz ay qadası. Qardaşım, gözüm qəmlə çaxnaşanda gülmək olmur ay qadası. Bu dünyanın zülmətindən, namərdlərin ülfətində, hər dostluğun minnətində qalmaq olmaz ay qadası. Şair alay deyir, tanı məni, candan artıq sevdim səni. Sən gözəlin afətini heç vaxt unutmaq olmaz ay qadası. Allah sizi can sağlığı versin. Ama aletini çıxart görək o onu bu. Baş üstə dedi, baş üstə. Həm bu nədir? Kamış. Əldə qarmı tutdu. Bunu özün düzəldirsən, Özüm eləmi? düzəltmişəm, bəli. Hə, əla. Əmisinin adınız nə təyidi? Süleyman Dağlaroğlu. Hə. Tovuzlu da yaza bilərsən. Məşhur kişi də. Eşq olsun. Gözün gördüğün bir yerine böyle. Başıma vuruldum göz kaşına.
Eşk olsun. Başına dumanlaram şenlenem. Ay tolundu senlenem. Ay tolundu senlenem. Dağ başında darımsan, alma eylen arımsan. İstehli bir daimsan. İstehli bir daimsan. Ağzak etti senlenem. Senlenem senlenem. Ağzak etti senlenem. Ağzak etti senlenem. Sağ ol Emre, sağ ol. Eşk olsun hem eşk olsun sana. Bey. Eşk olsun hem sana eşk olsun. Allah sen. Sağ olun hem sağ olun. Hemşe evlatlarımıza bak. Yere Sağ olun hem sağ olun. Yuruna değer. Sağ olun hem Sen sağ seksi olun. olmasın. Sağ olun Öpürüm hem. seninle Sağ olun bağrıma hem. basıyorum. Sağ olun hem ben de size Allah öpürüm. sizi Sağ olun. var eylesin. Hemşe tersiniz gül Çok olsun sağ olun. hem. Sağ olun. Sağ ol Emre, sen. Ay gələn haralısan, qaşları qaralısan, gözlərindən tanıram Bakının maralısan, gözlərindən. Dağlarda duman güzeldir, taşların kaman güzeldir. Üstünde hiçbir güzel yaman güzel. Alıp dönür ağlamı baştan gitme olmaz. Çok maraqlı yerdi bura. Həqiqi maraqlı yerdi bura. Ay aklım yıkılır. Cüc olma. Bura maraqlı yerdi. Səsi var. Efendim ben eleştirim ancak oynayamam. Səsi var. Hem söyleyeyim. Şuraya görə aşağıda nə var? Bu ses değilsin şöyle. Arkadaşlar yedik doyduk şimdi de gezdik. Şimdi bir eğlencede eğlendik. Aha, nə yedin acaba? Aha. Koyun eti vermişler. Ama koyun ilanı da yiyemez. Buğlamadır, o buğlamadır. Çox dadlıdır. Yok. Buğlama, toz buğlama. Koyun yiyecek. Ay nə gəlir? Çox En dadlıdır. sesli yedim. Mangalda sesli çok da. Mangal. O boyda Bakıdan gəlib. Mangalda səslə yeyirsən. He. Ay, çox qəşəngdir. Bu da keyifli bu da. Çox qəşəngdir bura. Deməli, Zema tovuz ləzzəsindən danışmaq öyrənib. Qoy danışsın. Danış. Ön yıkılmasın. Hə. Sonra damlasın. Sən bir dənə xoş söz öyrənməm səni. Hə. Git oradan ne bir cığala getir. İçine de kımık doldu. Başqa Sonra neydi? nə bilim nə öyrənmisən? Bunlar öğrendik. 3 güne bunları öğrendik. 4 gün kalsam ne öğrendim? Ay Allah. Tovuzda ən xoşuma gələn şey nə oldu? Havası. Sonra Nefes almanı seviyorum ben. Sonra cemaatım. Çok şirin başlılar. Ön yıkılmaz. hə Sonra sonra. damlasın. Sən o xoş söz deyil. O var nə işte. Yılın sonra dağılmasın. Ön yıkılmasın. Hoşdur. Ön Niye? yıkılsın mı diyeyim? Yaxşı, hə. Sonra məncə istirahət eləmək üçün Tovuz, yəni ən yaxşı məkanlardan biridir. Əlbəttə ki, bu fəsildən asılıdır. Hansı fəsildə gəlməyinizdən asılıdır. Məsələn, artıq havalar yavaş-yavaş isinir. İndidən sonra məsələn Tovuza gələ bilərsiniz. Yəni gəzməli yerlər falan həddən artıq çoxdur. Məsələn, Tovuzda ən gəzməli yerlərdən biri Əsrikdir. Əsrik deyilir. Elə biz hal-hazırda elə buradayıq. Burada çoxlu ünlü bulaqlar var. Baxın, burada çox kiçikdir bu yanda şəlalə var. O şəlaləyə falan keçmək mümkündür. Yəni çox maraqlıdır həqiqətən. Yəni sizə sırf təbiətə bağlı birisinizsə, məncə Tovuz ən yaxşı məkanlardan biridir ki, Kamp yapmalık hə, ya. gəlib istirahət eləyəsiniz rahat. Məsləhət görürəm ki, gələndə hansı fəsildə gəlməyinizdən asılı olmayaraq, gələndə özünüzlə qalın paltarlar gətirəsiniz. Çünki bura çox bugünkü videomuzun sonuna gəldik. Nəysə, sağ olun, görüşərik. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.